Avqustun 2-sində olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi dağlıq ərazilərində duman olacaq, şək küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 34-39 dərəcə isti. Dağlarda gecə 15-20 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq. Müasir dizayn, yüksək keyfiyyətli materiallar və peşəkar ustaların əməyi ilə hazırlanan mətbəx mebelləri, yataq dəstləri, qonaq otağı mebelləri, dolablar və fərdi sifarişlər bütün layihələriniz zövqünüzə uyğun hazırlanır. Etibar və güvənin ünvanı Məhrəmoğlu Mebel. Siz xəyal edin, biz gerçəyə çevirək.